Dördüncü testə baxaq. İxtiyari bir cümlə haqqında aşağıdakı məlumatlara malikik. Cümlə ismi xəbərlidir. Cümlədə sual əvəzi və sual ədatından istifadə olunmayıb. Cümlənin bir qrammatik əsası vardır. Yuxarıdakı məlumatlardan istifadə edərkən hansı fikirlərin yanlış olduğunu tapın. Hansı fikrin yanlış olduğu, yəni cavablardan hansı fikri yanlışdır. Materiallara bir də baxaq. Cümlə ismi xəbərlidir. Sual əvəzi və sual ədatından istifadə olunmayıb. Cümlənin bir qrammatik əsası var. Deməli, cümlə sadə cümlədir. Ola bilər. Variantlara baxaq, variantlar üzərindən cavabı tapmağa çalışaq. Həmin cümlənin sonunda nöqtə qoyula bilər. Əlbəttə ki, qoyula bilər. Həmin cümlə hər hansı əşya haqqında məlumat vermək məqsədilə nəqli cümlə ola bilər. Çünki nəqli cümlənin olmasında biz zid nüansımız yoxdur. Nəqli cümlə ismi xəbərli, fe'l xəbərli ola bilər. Bu da deyil, ismi xəbərlidir. Nəqli cümlə ola bilər. Həmin cümlənin sonuna sual işarəsi qoyula bilməz. Biz bilirik ki, sual cümləsi 3 yolla yaranır. 1. Sual əvəzlikləri ilə. 2. Sual ədatı vasitəsilə. 3-cü nədir? Sual intonasiyası. Bu ikisi olmasa da sual intonasiyasından cümlə sual cümləsində ola bilər. Məsəl üçün deyirəm ki, sənin kitabın var. Cümlədə sual intonasiyasından istifadə edim və orada sual ədatı və sual əvəzindən istifadə eləmədim. Ona görə də C variantımız səhvdir. D variantına baxaq. Həmin cümlənin sonunda nida işarəsindən istifadə oluna bilər. Bəli, nəqli cümlə, ismi xəbərli olan nəqli cümlənin yüksək intonasiya ilə desək, nida cümləsinə çevriləcəkdir. Həmin cümlədə yüksək həyəcanla deyilə bilər. Bəli, nəqli cümləsi formasında deyilə bilər. Deməli, səhv variantımız C variantı idi.